Salam dəyərli izləyicilər. Bu gün kanalımızın 3-cü videosu ilə qarşınızdayıq. İlk öncə onu qeyd etməliyəm ki, bundan öncə olan videomuza göstərdiyiniz diqqət üçün hər birinizə təşəkkür edirəm. İndi isə keçək əsas məsələyə. Bildiyimiz kimi Qarabağ Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu keçirdi. Rəqib İslandiya Vestrisi idi. Məlum olduğu kimi bu oyun haqqında öncəki videoda öz analiz və təhlillərimizi sizə təqdim etmişdik. Demək olar ki, videoda nələr qeyd etmişdiksə, hər biri ötən oyunda reallaşdı. Qarabağın qapalı müdafiəyə qarşı kəskin ara paslarından istifadə edəcəyini, texnikalı oyunçularımızın bu oyunda xüsusilə ön planda olacağını, rəqibin əks hücumdan nələrsə etməyə çalışacağını, bunun isə möcüzəyə bərabər bir şey olacağını təxmin etmişdik. Təbii ki, bu bir çox futbol azarkeşinin təxmini ola bilərdi. Lakin biz daha analitik yanaşmağa çalışmışdıq. Oyunu iki hissəyə böləsi olsaq, onu deyə bilərik ki, ilk hissəyə nəzərən ikinci hissə daha sönük keçdi. Bunun da birbaşa səbəbi həm mövsümün ilk oyunu olması, həm də komandamızın istənilən fiziki hazırlıqda olmaması idi. Lakin buna baxmayaraq, Qarabağ möhtəşəm taktiki seçimlə, şahmat dilində desək, rəqibi mat edə bildi. Oyuna ənənəvi taktiki sxemi olan 4-2-3-1 taktiki sxemi ilə başlayan Qarabağ ilk hissədən öz oyununu göstərdi. İlk hissəyə nəzər saldıqda onu deyə bilərik ki, ötən videoda qeyd etdiyimiz kimi, rəqib ilk dəqiqələrdə müdafiə planı ilə öz oyununu qururdu və demək olar ki, əks hücumlara bel bağlamışdı. Qarabağ isə yüksək pressinq edərək rəqibin səhv etməsini səbirlə gözləyirdi və bunun davamında həmçinin topla oynama faizini də üstünlüyünü ələ keçirən Qarabağ daha da irəliləyən dəqiqələrdə dominant futbol oynamağa başlamışdı. Oyunun bir neçə epizoduna nəzər salsaq, biz bu pressinqin gücünü daha yaxşı başa düşərik. İlk olaraq bu kadrda görünür ki, topla oynamağa çalışan Vestri müdafiəçisi hücuma çıxmağa çalışsa da, öndəki Qarabağ oyuncuların baskısını görüb məcbur qapıçıya oynamalı olur. Burada Zakariya Savo və Kadi Borgesi xüsusi qeyd etməliyik ki, bu ikili oyun boyu digər oyunculardan daha çox pressinq edirdi və bu da rəqibin tez-tez top itirməsinə və səhvlər etməsinə səbəb verirdi. Digər bir epizodda rəqib qapısında top itirən Qarabağ futbolçuları geqan pres edərək dərhal 3-4 oyunçu ilə rəqibin oyuncusunun üzərinə təzyiq göstərir və rəqib məcbur olaraq topu uzaqlaşdırır. Oyunun müəyyən dəqiqələrində də belə pressinqlər edərək rəqibin səhv etməsini Qarabağ oyunçuları təmin edirdi. Belə bir epizodlardan biri hətta irəliləyən dəqiqələrdə pressinqin daha da irəli çəkilərək rəqibin qapıçısına edilməsinə gətirib çıxartdı. Burada topla oynayan rəqib qapıçı məcbur olaraq variant olmadığı üçün sol cinah müdafiəçisinə pas verir. Maraqlı fakt ondan ibarətdir ki, oyun ərzində tez-tez Qarabağ oyunçuları məhz sol cinah müdafiəçisini boş qoyurdular. Yalnız top ona gəldikdə bir neçə futbolçu ilə pressinq edərək onun səhv etməsini təmin etməyə çalışırdılar. Bu da məqsədli edilən bir şey idi, çünki rəqibin sol cinah müdafiəçisinin topla rəftarı elə də yaxşı deyildi. Bu epizoddan biz görürük ki, məhz eyni taktikadan istifadə edən Qarabağ futbolçuları topu ələ keçirirlər. Rəqib adına xoşbəxtlikdən epizodun davamında Kadi Borges fərqlənə bilmir. Hücum fazası haqqında danışası olsaq, yeni transfer Zakariya Savo demək olar ki, ilk oyunu olmasına baxmayaraq əla çıxış etdi. Xüsusilə sürəti ilə seçilən Savo asmalardan da yararlanmağa çalışdı və belə asmalardan birini qolla dəyərləndirdi. Həmçinin cinah oyuncuları Aleksey Kaşuk və Abdullah Zubirdə pis təsir bağışlamadı. Lakin burada rəqibin cinah müdafiəçilərinin zəif olma faktoru da var idi. Ümumən oyuna sonradan qoşulan Muaddib və Selfas da özünü yaxşı tərəfdən göstərməyə çalışdı. İndi isə keçək ən əsas məsələyə. Hansı ki, bu Qarabağın yarım müdafiə xətti və hücumların qurulması ilə bağlı olan məsələdir. Yarım müdafiə xətti kağız üstündə yaxşı görünsə də, oyun ərzində rəqibin zəifliyini də nəzərə alıb deməliyik ki, yarım müdafiədə müəyyən qədər boşluqlar vardı. Xüsusilə də rəqibin azsaylı əks hücumlarında dayaqda olan boşluqlar gələcək oyunlarda bizi məyus edə bilər. Bikalyo və Yankovic tandeminin bəzən səhvlərini Mateus dayaq zonasına düşərək aradan qaldırmağa çalışırdı. Bir neçə epizoda nəzər saldıqda bu boşluqlar nəzərə çarpır.
Lakin bu boşluq məhz bu oyun üçün də xarakterik ola bilər. Çünki Qarabağ öz oyununu rəqib sahəsinə yıxıb dominant oynamağa çalışırdı. Ümid edək ki, bu boşluq sadəcə düşünülmüş bir addım olub. Hücumların qurulmasına diqqət yetirsək, demək olar ki, yenə keçən videoda verdiyimiz təxminlər özünü doğrultdu. Məhz belə qapalı oynayan rəqiblərə qarşı kəskin ara paslarının çox olması onların əvvəl-axır səhv etməsinə gətirib çıxarır ki, Qarabağ bundan məharətlə istifadə etdi. Oyun ərzində dəfələrlə ara pasları oldu ki, qolların vurulmasında və təhlükəli epizodların əksərində bu ara pasların payı yüksək idi. İkinci qolun vurulmasına qədər də kifayət qədər ara pasları verilsə də, sizi yormamaq üçün konkret epizodlardan nümunə göstərəcəyik. Məsələn, ikinci qolun vurulmasında belə pasların mahir ifaçısı olan Kadi Borges yenə belə bir ara pası verir və burada Zubirin də əzmkar oyunu ilə hesab 2-0 olur. Digər bir epizoda nəzər saldıqda görürük ki, Yankovic belə bir ara pas atır və bu dəfə Kadi Borges təhlükəli vəziyyətə çıxır. Epizodlardan digərində Zubir Elvinə ara pası atır və Elvin epizoda çıxsa da sonra ofsayt olduğu görünür. Eyni epizod bir neçə dəqiqə sonra yenə yaşanır. Bu dəfə isə Elvinin inamsız oyunu epizodun məntiqi sonluğu gətirib çıxmasına səbəb olmur. Son olaraq isə üçüncü qolun vurulmasında əks hücuma çıxan Qarabağ dərhal ara pası ilə Savonu əlverişli vəziyyətə çıxarır və epizodun davamında hesab 3-0 olur. Göstərdiyimiz nümunələrdən görünür ki, kifayət qədər ara pasından istifadə edən Qarabağ demək olar ki, rəqibi çarəsiz qoyur. Bunun memarı isə təbii ki, taktika dahisi Qurban Qurbanovdur. Müdafiə haqqında bizə konkret fikir söyləmək üçün bu oyun kifayət etmir. Lakin rəqibin zəif olduğunu nəzərə alaraq onu deyə bilərik ki, azsaylı əks hücuma çıxan rəqib müdafiəmizdə bir qədər axsaqlıq olduğunu göstərdi. Gələcəkdə əks hücum oynayan rəqibə qarşı çətinlik ola biləcəyini nəzərə alsaq, müdafiəyə sürətli və Medina tərzində müdafiəçinin transfer edilməsi daha yaxşı ola bilər. Rəqib haqda isə məncə nəsə deməyə ehtiyac yoxdur. Demək olar ki, oyun boyu müdafiə olunan rəqib tək-tük əks hücumlarını heçə verdi. Keçən videoda qeyd etdiyimiz kimi, hücumda kreativliyi demək olar ki, 0 olan rəqibin qol atması belə Bakıda möcüzəvi bir şey olardı. Son olaraq onu deyə bilərik ki, bu oyunda olan dominant futbolun oynanmasına İslandiyadakı meydan və hava amili bəlkə də mənfi təsir edə bilər. Lakin Qarabağın artıq ikinci təsnifat mərhələsində olması məncə heç bir futbol azarkeşi üçün şübhə yaratmamalıdır. Qarabağla yanaşı mövsümə Avroturnirlərdə inamlı qələbələrlə başlayan Sabah və Zirə klublarının hər birini təbrik edir və gələcəkdə hər üç klubumuza da uğurlar arzu edirik. Ümid edirik ki, cavab qarşılaşmalarının hər üçündə təmsilçilərimiz inamlı oyunla bizi sevindirəcək. Videonu bəyəndinizsə like atmağı və kanala abunə deyilsinizsə abunə olmağı unutmayın. Gələcək videolarda görüşənədək.